19-cu əsrdə erməni vilayətinin yaradılması ilə Çar Rusiyası muxtaristlərə erməni tarixini yazmağı və onun kökünün Qərbi Azərbaycana bütün mümkün yollarla bağlanmasını tapşırdı. Müqəddəs yer boş qalmır, Rus məsələni birbaşa icra etdilər. İslamın gəlişi ilə Qafqazda, xüsusən də bütöv Azərbaycan ərazisində tengriçilik, zərdüştlik, yəhudilik və xristianlığın təsirləri zəiflədi. Bu dinlərə tapınanların sayı azaldı. Tanrı evi sayılan məbədlərə türklərin ehtiramı onun müxtəlif inanclar üçün istifadə edilməsinə rəvac verirdi. Dinlər ayrı olsa da Tanrı birdir. Şibələr və dialektlər də fərqli idi, amma türk vahid bir etnosudur. Özü də dominant etnos. Türk dilinin Qıpçaq dialektində danışanlar xristian gələnəyini Yeliseyin Həvvari missionerliyi ilə qəbul etmişdilər. Zelik Yampolskin araşdırmasından məlum olur ki, eramızın 54-57-ci illərində Apostol Müqəddəs Yeliseyin dini təbliğatından sonra yerli türklər tengriçiliyə aid ay məbədlərini ilk kilsələrə çevirmiş, dualarını türk dilində etmişdilər. Ürün Ar, yəni Urnayr Alban Ərsaq hökümdarı 313-cü ildə xristianlığı dövlət dini elan etdi. Alban ölkəsinin tarix əsərində erməni katolikosu Avramın Albanlara ünvanlanmış məktubunda Yunan təqviminin 43-cü ilində Albanların xristianlığı qəbul etməklə maariflənməsindən 270 il sonra ermənilər də maarifləndilər qeydinin üzərindən ermənilər sükutla keçirlər. Qafqaza gəlib tərk edilmiş Alban xristian Qıpçaq məbədlərinin yerində özlərinə kilsə tikməklə bu tarixə yiyələnmək məqsədi güdürdülər. Bugün də dünyada ilk xristianlığı qəbul edən dövlət qara qışqırığını da bunun əsasında salırlar. Halbuki iddia etdikləri tarixdə Armeniya və ya Ermənistan adlı dövlət yox idi və cəmsi bir neçə il mövcud olmuş yeganə dövlətə bənzər quruluşlu Suriyada yerləşən canişinliklərinin də adı, özü də çoxdan silinmişdi. Amma həyasızlıq erməni xislətinin tərkib hissəsidir. Alban Qıpçaq məbədlərinin quruluşunun inancı qəbul etmə məkanının yerləşmə istiqamətinə, memarlığına və üslub həllinə görə erməniləşdirə bilməyən din fitnəkarları Suriya memarlıq üslubunu da öz adına çıxıb bu şəkildə kilsə tikib köhnəni ya dağıdırdılar, ya da dağılmağına seyr edib heyvan saxlayırdılar. Elə Qıpçaqbəng kompleksində həyətində dağılan məbədlər, Sərkərdan türbəsinin durumu bu vandalizmin sübutudur. Qıpçaqbəng Qərbi Azərbaycanın Şörəyil mahalının Ərtik rayonunun Qıpçaq kəndində, qədim zamanlardan Qıpçavağın Qıpçaq, Xıpçaq adı ilə tanınan 13-cü əsrə aid orta əsr monastır kompleksinin ən qədim binası 7-ci əsrə aiddir. 5-ci əsrə aid bir nefli kilsənin